Bəzən sən mənfəətə yox, adını tarixə yazmaq üçün işləməlisən. Sakriya Atelier bizə müraciət edəndə bilirdim bu iş qazanc üçün deyil. Bu zövq, nüfuz və üslub məsələsidir. Mən sadəcə bu brendin yazdığı tarixdə kiçik olsa belə bir yer almaq istəyirdim. Atelier yeni kollaborasiya üçün xüsusi təqdimat qutuları hazırlamaq istəyirdi. Uzun danışıqlar, material seçimi, rəng nümunələri və nəhayət biz başladıq. İşin ən vacib anında xəstələndim. Mən olmadığım müddətdə komandam bütün qutuları səhv rəngdə düzəltdi. Hesab edirəm ki, zərərə düşsək də müştəri bu haqqda bilməməlidir. Çünki bu bizim səviyyəmizdir. Biz sona qədər gedirik və biz bilirik ki, kimlər üçün işləyirik. Bu sifarişi şəxsən özüm çatdırdım. Yeni insanlar, yeni partnyorlar qazandıq. Əminəm ki, bir anlıq olsa belə bizi yada salacaqlar. Və həmin o an bizim üçün çox dəyərlidir. Uğura aparan yol səhvsizlik deyil, işinə olan hörmətindir.